ABŞ-nin yeni strategiyasının detalları, neft amili və digər son məlumatları Vaşinqtondan xüsusi müxbirimiz Nemət Tahiroğlu bizə çatdıracaq. Nemət, sizi salamlayırıq. Mövzuya beynəlxalq reaksiyalar necədir, öyrənək sizdən? Hər vaxtınız xeyir. ABŞ-nin Venezuelada formalaşdırılan yeni strategiyası beynəlxalq gündəmin əsas mövzusudur. Ağ Ev Venezuelada baş verən proseslərə birbaşa nəzarət edəcəyini bildirir. Yəni, ABŞ Venezueladakı qərarların formalaşdırılmasında təsirini gücləndirəcəyini bəyan edir. ABŞ dövlət katibi Marco Rubio da G7 ölkələrinin xarici işlər nazirləri ilə keçirdiyi görüşdə Venezuela məsələsinin beynəlxalq hüquqa və demokratik prinsiplərə uyğun həllini dəstəklədiklərini vurğulayır. O, ədalətli seçkilərin keçirilməsinin vacibliyini qeyd edərək gələcəkdə Venezuela üçün demokratik prosesi bərpa etməyin əhəmiyyətini önə çəkir. Rubio konkret olaraq ABŞ-nin bu istiqamətdə 3 mərhələli planı olduğunu açıqladı və bunlar sabitlik, bərpa və keçid mərhələsidir. Bu plan çərçivəsində ABC Venezuelanın zəngin neft ehtiyatlarına nəzarəti daha da gücləndirir. Prezident Donald Trump da bəyan etdi ki, Venezueladan təxminən 30-50 milyon barel neft ABŞ-yə yönələcəkdir və bu neft satışından əldə olunan gəlirlər nəzarət altında saxlanılacaqdır. O cümlədən həmin vəsait Venezuelaların rifahına yönəlməsi məqsədi ilə idarə olunacaqdır. Bununla belə bu siyasət beynəlxalq səviyyədə qarışıq reaksiyalar doğurur. Bəzi ölkələr və ekspertlər bu addımı Venezuelanın suvereninə müdaxilə kimi qiymətləndirir və beynəlxalq hüquqla bağlı narahatlarını bildirirlər. Digər tərəfdən, ABŞ-nin G7 xarici işlər nazirləri səviyyəsində keçirilən müzakirələrində Rubio'nun mesajı belə oldu ki, Venezuela məsələsi yalnız neft və təhlükəsizlik səviyyəsində deyil, eyni zamanda demokratik proseslərin bərpası baxımından da beynəlxalq dəstək tələb edir. Nəticə olaraq hazırki vəziyyət Venezuelanın daxili siyasi böhranından beynəlxalq güc balansına qədər geniş təsirə malikdir və ekspertlər hesab edirlər ki, ABŞ-nin bu strategiyası Latın Amerikasında geosiyasi vəziyyəti yenidən formalaşdırır və bu isə dünya siyasətində yeni qarşıdurma və əməkdaşlıq dinamikaları yaradır. Vaşinqtondan çatdıracağım məlumatlar bunlar idi. Təşəkkür edirik Nemət. Məlumat üçün çox sağ olun.